Azərbaycanda yeni maliyyələşmə mexanizmi yaradılır. Uxazın məlumatına görə bununla bağlı crowdfunding haqqında yeni qanun layihəsi Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında müzakirəyə çıxarılıb. Bu qanun Respublikada səhəm və borc əsaslı crowdfundingin həyata keçirilməsinin hüquqi təşkilatı və iqtisadi əsaslarını, crowdfunding platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir. Qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir. Qanun dövlətin investisiya siyasətini həyata keçirmək məqsədi ilə dövlət tərəfindən yaradılan hüquqi şəxslər və onların təsis elədiyi qurumlara şamil olunmur. Qeyd eləyək ki, crowdfunding insanların və ya şirkətlərin internet platformaları vasitəsilə çox sayda şəxsdən kiçik məbləğlərlə vəsait toplaması qaydalarını tənzimləyən qanundur. Crowdfunding sözü kütləvi maliyyələşdirmə deməkdir.